Lənkəranda tanınmış istirahət mərkəzinin sahibi iş adamı bıçaqlanıb. Hadisə səhər saatlarında Lənkəran şəhərində Böyük Bazar deyilən ərazidə qeydə alınıb. Belə ki, Lənkəran rayonu Osa küçə kəndində yerləşən istirahət mərkəzinin müdiri 48 yaşlı Firad Həbibov, rayon sakini 40 yaşlı Bəhruz Tahirov tərəfindən bıçaqlanıb. Yaralıya zəruri ilkin tibbi yardım göstərildikdən sonra əməliyyat blokuna alınıb. Bugün səhər saatlarında Lənkəran rayon mərkəzi xəstəxanasında bir nəfər kişi cinsli şəxs daxil olmuşdur. Xəstədə çoxsaylı bıçaq xəsarətləri qeyd olundu. Sol döş qəfəsində, sol yuxarı ətrafda və qarnın sağ yarısında. Xəstədə eyni zamanda həm döş qəfəsində, qarın boşluğunda və sol bazo arteriyasının plastikası əməliyyatları icra olundu. Ümumilikdə əməliyyat 4 saata yaxın çəkdi. Xəstə hal-hazırda reanimasiya şöbəsindədir. Vəziyyəti ağır olaraq qiymətləndirilir. Habib Umurova Sayaz oğlu, Firadın böyük qardaşı. Səhər aşağı valla 8 olardı bizə zəng olundu ki, bəs bazarda dalaşıblar kimlərsə. Biz də qaçıb gəlmişik bura. Faktiki bu dəqiqə reanimasiya şöbəsinə yerləşir. Valla ağır deyəcək. Səhər aşağı gedir bazara, səhər aşağı saat 7-8-də var gedir, gəlir. Heç kimdən valla heç bir davacada olmuyor, bir şey olmuyor. Kətdə onu tanıyan da gəlirsən. Biz də işitmişik, səhər aşağı gəlmişik, qaçmışıq bura. Reanimasiya şöbəsinə yerləşir. Valla nə deyim. Bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən 40 yaşlı Bəhruz Tahirov artıq polis əməkdaşları tərəfindən saxlanılıb. Həmin əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Bəhruz Tahirov polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.